Salamlar, ümid edirəm ki, yaxşısınız. Mən Nuray, hal-hazırda Almaniyada yaşayıram. Magistratura təhsilimi Avropada alıram və məzun olmağıma çox az qalıb. 23 yaşındayam və sadəcə öz öyrəndiklərimi paylaşmağa çalışan bir insanam. Yəni professional bir şəxs deyiləm bu barədə. Amma istəyirəm ki, bu gün sizlərə sosiallaşmaq nədir, necə sosiallaşa bilərik, introvert, ekstravertlik və s. bunlar haqqında qısa bir danışaq. İlk öncə onu deyim ki, sosiallaşmaq deyəndə bizim ağlımıza nə gəlir? Dostlarla çıxıb gəzmək, yeyib içmək, hər plana hə demək. Bu belə olduğunu düşünürük. Yəni bir çox hallarda belədir. Amma məsələn mən özüm İtaliyaya gəldiyim illərdə bunu etmirdim. Yəni bir çox yerə getmirdim. Dostlarım bir çox partilərdə olurdu. Mən sadəcə bəzi mühitlərdə özümü rahat hiss etmədiyim üçün getmirdim və özümü rahat hiss eləmirdim, iştirak eləmirdim deyə elə bilirdim ki, mənim dost mühitim yoxdur, dostlarım olmayacaq, sosiallaşa bilmirəm, ünsiyyət qura bilmirəm. Halbuki bu belə deyil. Mən düşünürəm ki, əgər insan özünə yaxın gördüyü insanlarla bir mühitdə olarsa, sosiallaşmaq heç də çətin bir məsələ deyil. Amma yenə də buna rəğmən, əgər ünsiyyət qura bilmirsinizsə, bəzi məsləhətlər var ki, onları vermək istəyirəm. Çünki mən başa düşdüm ki, yəni son bir neçə ayda bunları tətbiq etməyə başlamışam və görürəm ki, həqiqətən də sosiallaşmaq biraz da elə ən çox da özümüzdən asılıdır. İlk öncəliklə çox dürüst olacağam. Yəni çox acımasız da gəlsə, heç kəsin vecinə deyil bu arada. Yəni bu hər mövzuda belədir. Düşünürük ki, kiməsə yaxınlaşaram, söhbət quraram, nəsə biabırçı bir şey deyərəm və o insan mənə əlaqə yaratmaz, əlaqə qurmaz, haqqımda belə-belə düşünər. Bu tipli ingilislər demiş overthinkləyərək heç bir şəkildə irəliyə gedə bilmirik, öz zonamıza çəkilirik və özümüzə qapanırıq və bu şəkildə düşünürəm ki, sosiallaşmaqdan olduqca uzaqlaşırıq. Sosiallaşmaq məcburiyyətindəyikmi? Xeyr. Düşünürəm ki, insan özü sosial bir varlıqdır və sosial bir varlıq olduğumuz üçün də, cəmiyyət içərisində yaşadığımız üçün də müəyyən yerdə əlaqələr yaratmaq bizim xeyrimizədir. Həm mental cəhətdən, həm maddi cəhətdən, hər cəhətdən əslində sosiallaşmaq bir yerdə xeyirdir. Təbii ki, yaxşı bir söz də var ki, ətrafında çoxlu saxta dostlar olmasındansa bir neçənin yaxın adam olması məsləhətlidir. Təbii ki, bu da ayrı bir mövzudur. Amma sosiallaşmağa gəldikdə isə həqiqətən heç kəsin vecinə deyil. Ona görə təbii ki, bəzi sərhədlərə diqqət edərək söhbət yaratmaqdan, mövzu açmaqdan əsla çəkinməyin. Yəni necə söhbətlər yaratmaq olar? Məsələn, sadə şəkildə nümunə verəcəm. Sadəcə iş yoldaşınızla həftə sonu planları haqqında danışa bilərsiniz. Keçən həftəsi necə keçmişdi, onları soruşa bilərsiniz. Və ya hansısa bir hal-hazırda gündəmdə nələr baş verir, onlara danışa bilərsiniz. Təkcə siyasətlə bağlı yox. Deyə bilərsiniz ki, mən belə bir şey görmüşdüm, onu gördün və s. Desək ki, yox görməmişəm. Yenə də bir şəkildə deyin ki, belə olmuşdu və s. Yəni əslində söhbətdən çox söhbət açmaq mümkündür. Sadəcə siz özünüzə cəsarət tapmalısınız. Mən özüm də çox çəkinirdim. Əvvəllər deyirdim ki, mənim açdığım söhbətdən kimə nə, yəni kimə maraqlı gələ bilər ki, amma əslində elə deyil. Siz söhbət açdıqda əslində qarşınızdakı insan da sizlə söhbət edəcək. Qarşınızdakı sizin söhbət eləmək istəmirsə, orası ayrı bir məsələ. Ən azından özünüzdəki o qorxunu sındırmağı bacarın. Qorxularınızın üstünə gedin. Çox klassik bir cümlə olsa da. Deyək ki, məsələn, ikili bir, yəni təkcə 2 nəfərlik olan bir mühitdə deyilsiniz. Elə bir mühitdir ki, orada hər kəs var və özünüzün tək qaldığınızı düşünürsünüz. Mənim belə olduğum hallar çox olub. Hiss edirdim ki, mən tək qalmışam. Mənim söhbət elədiyim bir şəxs yoxdur, amma hamının söhbət elədiyi kimlərsə var, yaxın olduğu kimlərsə var. Özümü yad hiss edirdim və o mühiti tez tərk etməyə çalışırdım. Tez bir şəkildə evə getməyə çalışırdım. Amma bu çox yanlış bir şeydir. Mən sonradan bunun fərqinə vardım. Xüsusilə Almaniyaya gəldikdən sonra biraz bunun üstündə işləməyə başlamışam. Söhbəti siz yaratmağınızdan danışdım. Qorxunuzun üstünə gedin. Amma başqa çoxlu insanlar olan mühitlərdə də o qrupların içinə qatılmaqdan əsla qorxmayın. Yəni burada həqiqətən çəkinəcək heç bir şey yoxdur. Yəni çoxlu insanlar olan mühitdə heç kəslə oturub sirrini danışmır, qeybət qırmır, yəni ən azından. Ona görə gedib rahatlıqla hansısa bir qrupun içinə qoşula bilərsiniz, söhbətlərə qatıla bilərsiniz. Və söhbətlərə qatılarkən dinləyin, dinləməyi bacarın və dinlədikdə həmin hadisə ilə bağlı özünüzün də yaşadığınız bir şey ağlınıza gəlibsə, səssizlik olan anda öz təcrübənizlə danışmağa başlayın və yaxud da ki,
kimsə hansısa bir hadisəni danışır, birdən bir səslilik olur, o barədə ağlınıza gələn bir zarafatı belə deyə bilərsiniz. Təbii ki, dozunda olan bir zarafatdan söhbət gedir. Ümid edirəm ki, yəni bunu fərqində olarsınız, yəni doz məsələsində. Nəysə, və düşünürəm ki, yəni sadəcə olaraq cəsarət etməyiniz, addım atmağınız elə sosiallaşmaq üçün ən böyük addımdır. Deyək ki, bəs elə ortamlara da qoşulmursunuz, elə mühitlərdə də olmursunuz. Yəni birəbir canlı mühitdə olmursunuz. Evdəsiz, canınız çox sıxılır. İnternetdə dost tapmaq çox da inanılacaq bir şey deyil. Uzun müddətdir görüşmədiyiniz bir insanla sadəcə bir addım ataraq, yəni hansısa bir dostunuz ola bilər, addım ataraq, salam necəsən, bəs bu vaxtda boşsanmı və s. tipli məncə suallar verib görüşməyiniz də uyğun ola bilər. Yəni hər şey dediyim kimi cəsarətdən asılıdır. Mən özüm də məsələn hal-hazırda Almaniyada Azərbaycanlı bir qızla tanış oldum və hal-hazırda onunla həqiqətən çox gözəl şəkildə əylənirik, çox yaxın olmuşuq və düşünürəm ki, bunun ən böyük təsiri o idi ki, həm o cəsarət eləyib paylaşım etmişdi ki, Azərbaycanlı bir adam axtarır, ümumiyyətlə gəzməyə, tanış olmağa və s. Mən özüm cəsarət edib yazdım ki, mən də burada təhsil alıram, bəs görüşə bilərik və s. Yəni əslində biraz da hər şey addım atmaqdan ibarətdir. Yəni sosiallaşmaq bununla bağlıdır. Yəni əsla və əsla ağlınızda düşündürməyin ki, mən bir söhbət yaradaram, heç kəsin vecinə olmaz, çox gülməli gələr, mənim haqqımda nə düşünərlər. Yəni belə düşünməyin heç bir yeri yoxdur. Çünki mən bunu çox etdim və gördüm ki, əslində belə etdikcə mən bütün ortamlardan, bütün insanlardan uzaqlaşmağa başlamışam və məni səssiz bir olaraq tanıyırlar. Halbuki mən danışmağı çox sevən bir insanam. Yəni YouTube kanalını belə ona görə açmışam. Mən danışmağı həqiqətən sevirəm, mövzu açmağı həqiqətən sevirəm və sonra gördüm ki, mən addım atdıqca insanlar daha çox mənə addım atır və bir şəkildə insanlarla əlaqə qurmağı bacardığımı görməyə başladım. Mən əvvələ düşünürdüm ki, mən çox introvert bir insanam. Xeyr, yəni çox ekstrovert olduğumu düşünmürəm. İnsanlarla əlaqə qurmağı bacara bildiyimi gördüm. Yəni əslində insan qorxusunu qıranda, qorxusunun üstünə gedəndə kim olduğunu öyrənir. Yəni bəlkə siz ola bilər ki, sosiallaşmağa çalışanda görəcəksiniz ki, əslində sizlik bir şey deyil. Yəni əslində kim olduğunuzu öyrənməyə başlayırsınız. Elə məsələ də burdadır ki, addımlar ataraq, bir şeylərin üstünə gedərək kim olduğunuzu öyrənməyiniz vacibdir. Belə. Çox qısa bir video oldu məncə, amma sadəcə ağlımda olanları danışmaq istədim. Öz təcrübələrimi bölüşmək istədim ki, mən bunları yaşamışam. Bunun üstəsindən necə gəlmişəm, hal-hazırda necə gəlməyə davam edirəm. Bunları danışmaq istədim və düşünürəm ki, siz də gələrsiniz. Hələ həyat qabaqdadır, hər şeyi öyrənirik. Biraz podkast kimi bir video oldu məncə. Ümidləyirəm ki, maraqlı və sizinlə bir çox ortaq nöqtəni tapdığım bir video oldu. Təşəkkürlər. Bu arada kanalıma abunə olmağı unutmayın. Instagram səhifəmdə, YouTube-dakı bioda linkdə tapa bilərsiniz. Instagram səhifəsində aktiv oluram. Belə. Təşəkkür edirəm. Sağ olun.